بسم الله الرحمن الرحيم الرحمن علم القرآن بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأرضين روح وأرواح العالمين لتراب مقدمه الفداه ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى اللهم صل على فاطمة وأبيها وأمها وبعلها وبنيها والسر المستودع فيها بعدد ما أحاط به علمك وعجل فرجهم وأهلك أعداءهم. السلام عليك أيتها الشهيدة الصديقة ورحمة الله وبركاته. Əyyam-ı Fatimiyyə Həzrəti Zəhra salamullahi aleyhaya xas günlərdir. Allah bizləri Həzrəti Zəhra salamullahi aleyhanın xəttində sabit qədəm qərar versin inşallah. Bizim bir dərsimiz təsdiqat bölməsinin müqəddimə hissəsində bu münhərif olan qəziyyələrin məntiqi qəziyyələrə çevrilməsidir. Onu inşallah mütaliə kimidir, onu mütaliə kimi oxuyarsınız. Çünki bu kitab fars dilində yazılır və fars dilinə uyğun, fars ədəbiyyatına uyğun yazılıb. Mümkündür bu, məsələn, Azərbaycan ədəbiyyatında, məsələn, o fars dilində olan cümlələr Azərbaycan dilində, dilçilik ədəbiyyatında işlək olmasın. Ona görə onu fəqət siz mütaliə kimi oxuyun. Amma məntiqi cümlə formaları, o da fars dilinə, Azərbaycan dilinə, ərəb dilinə, ingilis dilinə baxmır. Onu necə çeviririk? O, xüsusən, məsələn, mühməllərdə, məsələn, qızıl qiymətlidir, misal çəkirəm. Burada biz baxırıq ki, bu hər bir qızıla aiddir bir söz. Məsələn, hər bir qızıl qiymətlidir, qəziyyə düzəldiriksə. Çünki qəziyyədə mucibə, salibə, kulliyyə, cüziyyə. Bu 4 dənə sur olmalıdır bunlarda. Yəni, məsələn, misal çəkirəm, deyirik ki, tələbələr dərsə gəlməyiblər. Bunu bir müəllim əgər özünün tələbələri tutur deyirsə, yəni bəzi tələbələr dərsə gəlməyiblər. Yox, əgər bilmiriksə bu ümumən kullidir ya cüz'i, bunu biz məntiqi qəziyyə çevirdikdə gərək bizlər onun cüz'i olaraq hökmü qəziyyəni getirək. Çünki mümkündür, hər kullinin içində cüz'i var, amma hər cüz'in içində kulli yoxdur. Məlum oldu. Ona görə biz ən qədr mütəyyəqqən deyərlər, ən yəqini olan budur ki, bu hökm cüz'iyə aiddir 100%. Amma kulliyə aiddir ya yox, o sonra dəlil kimi getirilir. Və ondan sonraki düzəltmə prosesləri var, o mütaliədir. Biz təsdiqatda müqəddimə hissələrini qutardıq. Təsdiqatda artıq keçiririk istidlal bəhsinə. İstidlal, yəni dəlil getirmə. Biz necə, hansı formada dəlil getirə bilərik məntiqi və məntiq bunun altına imza atacaq. Yəni, əqli dəlil, məntiqi dəlil. Bu necə götürülür? Biz
Dəlil nədir? Bir qəziyyədən istidlal budur. Bir qəziyyənin özündən biz dəlil vasitəsilə nəticə alırıq. Bir qəziyyədən. Buna deyirlər mübaşir istidlal. Mübaşir, yəni bir dənə cümlə deyilir, məntiqi cümlə. O məntiqi cümlədən biz nəticə alırıq artıq. Bir qəziyyədən nəticə. Bir də var ki, biz birdən çox ən azı iki qəziyyədən nəticə alırıq. Buna deyirlər qeyri-mübaşir. Qeyri-mübaşir. İndi diqqət edin. Bizim mübaşir qəziyyə, istidlallarımız, yəni tək bir qəziyyədən biz dəlil getiririk, nəticə alırıq. Bunun üç forması var. Ya təqabuldur, ya əksdir, ya nəqiz. İndi bu üç formanın da hərəsinin öz bölgüsü var. Məsələn, təqabul bunun 4 dənə bölgüsü var. Bunlar ad qoydudur, bunlardan bir keçəcək. Biri məsələn tədaxüldür, biri duxul təhtə təzaddır, biri təzaddır, biri də tənaquz. Bunlar nədir? Keçəcək bunun hamısı bir-bir. Fəqət ad qoydulardır. Əksimiz iki cürdür. Ya əksi nəqizimiz var, ya əksi müstəvimiz var. Əksi nəqizimiz də bizim ya müvafiqdir, ya müxalifdir. Bundan bir diləmdə inşallah keçəcək. Nəqizimiz üç dənədir. Ya nəqizul mövzudur, ya nəqizul məhmudur, ya nəqizul tərəfeyn. Yəni həm məhmul, həm mövzu. Biz bunu bu formalarla nəticə alırıq. Bu nədir? Mübaşir. Mübaşir yəni bir qəziyyədən, bir cümlədən biz nəticə alırıq. Biz nəticə alacağıq. Biz dəlil getirəcəyik. Bir dənə cümlədən, məntiqi cümlədən, qəziyyədən. Bir də qeyri-mübaşirimiz var. Qeyri-mübaşirimiz bir dəfə şəkil etibarı iləndir, bir dəfə maddə etibarı iləndir. Şəkil etibarı ilə olanlar üç dənədir. Qiyasdır, təmsildir, istiqradır. Bunları keçəcək. Ki bunlar qeyri-mübaşir, yəni ən azı iki qəziyyədən düzəlir. İki qəziyyədən biz nəticə alırıq. İki qəziyyədən biz istidlal götürürük. Yəni, indi bu qiyasımız özü də bölünəcək iki hissəyə. İstisnai, iqtirani. İqtiranimiz özü bölünəcək iki hissəyə. Bunların yəni indi biz bunlardan keçirəcəyik artıq. Şərtidir, həmlidir. Bu istisnaimiz ya infisalidir, ya ittisali. İnfisalimiz də üç hissəyə bölünəcək. Ya həqiqidir, ya manətül cəmdir, ya manətül xuluf. Bu qeyri-mübaşirin surət, şəkil etibarı ilə olan formaları. Biz bunlarla da inşallah tanış olacağıq. Qalır qeyri-mübaşirin maddə etibarı ilə. O 5 dənədir, burhandır, müğalitədir, cədəldir, xitabədir, şeirdir. 5 dənə. Sənaat el-xəmsə deyərlər. Bunları biz inşallah Allah köməyini oxuyacaq. İndi o ki biz gəldik dedik ki, insanın zehni, fikirləşmə prosesi gedir. Bir dənə qəziyyədən zehin yeni bir qəziyyə ələ getirir. Məntiqi bir dənə qəziyyəni düşünür. O düşüncədən bir dənə. Cəmaat arasında bu çox yaygın olur. Məsələn, misal çəkim, birinin sözünü söz eləyəndə budur. Sənin sözün mənası budur da. İndi biz baxacaq ki, onlar bəzən insanların arasında bu rəvac tapır, burada müğalitələr olur. İndi bu hansı düzdür, hansı səhvdir, biz burada öyrənəcəyik. Ya məsələn, müəyyən qurumlarda
məmurlar məsələn sorğu sual apar. Ağzından bir dənə cümlə çıxdı. Hə, sən bu cümlənin mənası budur ki, bəs budur nəticə. Yəni bir dənə məntiqi cümlədən nəticə. Bu hansı vaxt məntiq olaraq, ağıl olaraq bütün hər yerdə keçərlidir, qəbul olunur, dəlil olaraq. Hansılarda keçərli deyil, bunları keçəcəyik. Yəni mübaşir, istidlal-ı mübaşir. İstidlal-ı mübaşir bir qəziyyədən, bir məntiqi cümlədən bizlər nəticə alırıq. Məntiqi nəticə alırıq. Əqli çərçivədə nəticə alırıq. Bunun dedik ki, biri təqabüldür. Təqabül nədir? Normalda iki dənə qəziyyə, çünki bir qəziyyə var, ondan yeni bir qəziyyə əmələ gəlir. İki dənə qəziyyə var, bu qəziyyələr arasında nisbətlərə diqqət edin. Bir dəfə təbayündür. Məsələn, deyirəm ki, Əli insandır, sonra deyirəm ki, Həsən tələbədir. Bu başqa bir məna, bu təbayündür. Yəni, bunların arasında heç bağlantı yoxdur. İstirlal-ı mübaşirə təbayünün adiyyəti yoxdur. Yəni, bir qəziyyə bir şeydən vura, bir qəziyyə bir şey, belə bir şeyimiz yoxdur. Bu yeni əmələ gələcək qəziyyə bu birisi ilə bağlantısı olmalıdır. Bu bir. Bir qəziyyəmiz də var bizim, buna deyirlər təsavi. Təsavi nədir? Yəni, o təbayündə, bu yadımdan çıxdı, bu işarəni demədim. Təbayündə budur ki, mövzu da ayrıdır, məhmul da ayrı bir şeydir. Həm bu qəziyyənin mövzu, məhmulu, bunun mövzusu məsələn dedik, Əli insandır. Əli mövzu, insandır, məhmul. Bu birisində Həsən tələbədir. Bunun mövzusu Həsən, məhmulu tələbə. Mövzu birində Əli, birində Həsən. O birisində məhmul, birində insan, birində tələbə. Əslən, heç biri bir-birinə uyğundur. Ona deyilən təbayün. Təmiz, bunlar heç bir-birinə uyğundurlar. Amma indi bunlar məsələn, mövzular eyni oldu. Bir dəfə deyirəm ki, Əli insandır, bir dəfə də deyirəm, Əli zalimdir. Ya, məsələn, zalim qoy deməkdir biz burada. Əli ədalətdir. Xoş, burada mövzularımız eyni oldu. Hər ikisi Əlidir. Əlidən söhbət gedir. Amma birinin məhmulu insandır, birinin məhmulu ədalətlidir. Məhmullar ayrıdır. Bu mövzular eyni olanda buna deyirlər, bu iki qəziyyə deyərlər təsavi. İstidlalda bizim buna da, bizə də adiyyət yoxdur bu mövzunun. İstidlal məqamında bunun adiyyət yoxdur. Üçüncüsü budur ki, məhmullar eynidir. Məhmullar eynidir. Məsələn, gəlib deyirəm ki, Əli yaxçı tələbədir, Həsən yaxçı tələbədir. Hər ikisinin mövzusu ayrıdır. Birində Əlidir, birində Həsəndir. Amma məhmullar eynidir. Məhmullar eynidir. Yəni nə? Deyirik ki, yaxşı tələbədir, yaxçı tələbə. Amma mövzular ayrıdır. Bu da bizim mövzumuzdan xaricdir. Buna deyirlər təşabüh. Bunlar oxşar qəziyyələrdir. Amma bizim sonda budur ki, üçün əqli cəhətdən qəziyyələr bu dörd hissəyə bölünür. Ya mövzu məhmullara, ikisi də ayrı-ayrı şeylərdir. Ya mövzuları eynidir, məhmulları ayrıdır. Ya məhmulları eynidir, mövzuları ayrıdır. Dördüncü əqli bölgüdə budur ki, həm mövzusu da, həm məhmulu da eynidir. Eynidir. Məsələn, insan çalışqandır. İnsan yenə də çalışqandır. Bu ney məntiq oldu? Deyirəm, buna dilə təqabül. Təqabül yəni həm mövzu, həm
Bu eynidir. Mövzu da eynidir, məhmuldur. İnsan çalışqandır, insan çalışqandır. Deyir, burada ixtilaf olacaq. İxtilaf hardadır? Ki, bu bunun müqabilindədir. İxtilaf keyfiyyətdə, bir də kəmiyyətdə. Burada məsələn, gəlir deyilir ki, bütün, o birisində bəzi. Ya məsələn, deyilir, biri mucibədirsə, o birisi salibədir. Biri kullidirsə, biri cüz'idir. Ya hər ikisi kulli, biri mucibə, biri salibə. Ya hər ikisi cüz'i, biri mucibə, biri salibə. Ya hər ikisi, biri mucibə, kulli, biri salibə, cüz'i. Ya da əks. Yəni, 4 dənə çarpası forma. Buna deyirlər təqabül. Bu təqabülün də 4 dənə məntiqi növü var. Bir dəfə bu tənaquz olacaq, bu qəziyyələrimiz. Bir dəfə tədaxül olacaq, bir dəfə təzad olacaq, bir dəfə də təhdüd təzad. İndi bizim Allah mərhəmət eləsin, gələn dərsimiz tənaquz və tənaquzun şərtləri. Bir dənə tənaquz qəziyyədən biz nəticə almaq üçün görəcək 9 dənə şərt var. Bu 9 dənə şərt olarsa, biz bundan hansı nəticəni ala bilərik? Yəni, mövzumuz da eyni olacaq, məhmulumuz da eyni olacaq. İki qəziyyə. Yəni, həm o zehnimizdə olan qəziyyə, həm ondan ələ getirəcəyimiz qəziyyə, mövzu məhmulları eynidir. 9 dənə şərti olacaq. O 9 dənə şərt riayət olunanda ixtilaf, kəmiyyət və keyfiyyətdə hansı üslubda olacaq ki, biz bunun nəticəsini düzgün alaq və sonra baxacaq ki, bu cəmaatın arasında gedən, məsələn, ya insanlar, adi insanların arası, sənin sözündən bu çıxdı ya. Məsələn, bu cümlədir. Bu, əgər tənaquz ünvanlıdırsa, bu istidlal, burada bu düzgün nəticə alınıb, ya yox, ona diqqət edəcək. İnşallah. Ya, məsələn, bəzi, məsələn, qurumlarda, məsələn, bu ittiham olunur filan kəs, sən ağzından bu söz çıxdı, bu sözün mənası budur ya. Aya, bu düzgün istidlal eləyib, ya yox. Onu inşallah Allah mərhəmət eləyərsə, gələn dərs, inşallah, əxlaq dərsinəcəndə, Xuda hafiz, elhamdülillah, və sallallahu ala Muhammedin və alihil əthar.